Salam. 9-cu sinif buraxılış tipli riyaziyyat sınaq nömrə 4 suallarına baxırıq. Burada əsas məqsəd imtahana düşə biləcək səviyyədə istənilən suallara baxmaqdır. Hər bir sualı diqqətlə izləyin. Kanala abunə olmağı da unutmayın. 1. Qədir əvvəl işin 60%-ni, daha sonra isə qalan işin 30%-ni gördü. İşin neçə faizi görülməmiş qaldı. Bunun ən rahat yolu, işi 100 götürürəm. 100-ün 60%-i görüldü. Yerdə qaldı 40%. Sonra isə qalan işin, qalan bax budur, 40, diqqətli ol, 30%-ni gördü. Qalana görə işləmək lazımdır. 40-ın 30%-ni tapıram. 40'ı vurub 30'a bölürəm 100'ə. Bu da eləyəcək 12. İşin neçə faizi görülməmiş qaldı. Qalan 40 deyildi. 40'dan da çıxacam 12'sin. Qalacaq 28'i. Deməli, neçə faizi görülməmiş qalar ümuminin? 28%. Düzgün cavab B variantı. Növbəti ikinci suala baxıram. 5'də 4 hissəsi dolu olan su deposundan 10 litr su istifadə edildikdə deponun 1/3 hissəsi boş qalar. Deməli burada nədir? 5'də 4 hissəsi dolu olan su deposundan, yəni 5'də ümumi elə bir ki, sən nə qədər tutur x. Onun 5'də 4 hissəsi, yəni 5'də 4 x 10 litr su istifadə edildikdən sonra, yəni onu çıxıram. Deponun 1/3 hissəsi boş qalar. İndi bu çıxandan sonra dolu qalmalıdır da. Bu 1/3 boş qalırsa, deməli buradan çıxır ki 3/2 dolu olacaq. 3/2 nə cür olacaq? Dolu. Bərabərdir 3/2 x-ə. Həmişə demişəm, nədən qaçaq rahat şəkildə kəsir kimi hesablamaqdansa, kəsirdən qaçaq. 5-dən 3-ün əkobu 15'dir. Hər bir ifadənin hər bir həddini 15'ə vuracam. 5'də 4 x vuraq 15. Hamı başa düşsün deyə ətraflı yazıram. 10 vuraq 15 bərabərdir 3/2 x vuraq 15. 5'dən 15 gedir 3. 3'ü 4'ə vururam 12 x. Çıxılsın 150. Bərabərdə burada da 3 ilə 15 gedir qalır 5. 5'i də 2'yə vururam 10x. Burada isə indi dəyişənlər bir tərəfə, sərbəstlər bir tərəfə 2x bərabərdir 150 alınır. X də bərabərdir 75'ə. Depo deyir sən neçə litr su tutur? 75 litr. B variantı. Növbəti 3-cü suala baxıram. 3-cü sualda x vuraq 2 çıxaq kök altda 5 bərabərdir 0. Tənliyinin kökləri cəmini tapın. Tənliyin rahat həlli yolu hazır vuruqlarına ayrılıb haçan hasil 0 olar. Vuruqlardan biri 0 olduqda bir dəfə x bərabərdir 0'a, bir dəfə də x çıxaq kök altda 5 bərabərdir 0'a. Buradan da x bərabərdir kök altda 5'ə. Tənliyin kökləri cəmini soruşur. 0'ın üstünə də kök altda 5 gələm, eləyir kök altda 5. Yəni düzgün cavab A variantı olur. Növbəti 4-cü suala baxaq. 4-cü sualda deyir ki, şəkilə əsasən x-i tapın. Şəkilə əsasən görürəm ki, ABC bucağı açıq bucaqdır və onu müxtəlif bucaqlara bölən şüalar çəkilmişdir. Bucaqları qeyd edirəm. 2x, 3x, yenə 2x, sonra 40 dərəcə. Açıq bucaqda neçə dərəcə olur? 180. Deməli, bucaqların cəmi 180 eləməlidir. 2x üstə gələ, 3x üstə gələ, 2x üstə gələ, 40 bərabərdir 180-də. Burada tənliyə əsasən eləyəcək 7x bərabərdir 140. X də bərabərdir 40 dərəcəyə. Deməli, düzgün cavab D variantı olar. Növbəti 5-ci suala baxıram. 5-ci sualda deyir köklərindən biri ən kiçik sadə ədəd, digəri isə ən kiçik mürəkkəb ədəd olan kvadrat tənliyi göstərin. Çox qəşəng sualdır. Köklərindən biri ən kiçik sadə ədəddir. Ən kiçik sadə ədəd neçədir uşaqlar? 2. Çoxu deyir 1.
Bir nə sadədir, nə mürəkkəbdir. Biri saymaq olmaz. Sonra deyir ki, digər kökü isə ən kiçik mürəkkəb ədəddir. Ən kiçik mürəkkəb ədəddə neçədir uşaqlar? Təbii ki, 4-dür. İndi buna əsasən kvadrat tənliyi qursaq, kökləri cəmini araşdırsaq, biz bilirik ki, x kvadrat üstə gələk px üstə gələk q şəklində verilmiş tənliyə kvadrat tənlik deyilir, çevrilmiş kvadrat tənlik. Buna əsasən p tənliyin kökləri cəminin əksi olacaq, yəni 2 üstə gələk 4. Bu eləyəcək 6, amma p -6 götürülür, əksi. Q isə kökləri hasilidir, olduğu kimi elə. Buna əsasən də 2 vur 4 eləyir 8. Q birbaşa 8 götürüləcək. Köklər cəmi və köklər hasilinə görə tənliyi qurmuş olarıq. Yəni x kvadratı çıxaq 6x üstə gələk 8 bərabərdir 0 olur. Yəni düzgün variant B variantı. Növbəti 6-cı suala baxaq. 6-cı sualda 8a kvadrat x çıxaq 2b kvadrat x-in kubu ifadəsinin vuruqları ayırın. Ortaq vuruq ədədlərdən 2-dir. Dəyişənlərdən isə ortaq vuruq yalnız x-in özüdür, yəni 2x. Səbəbi də başqa ortaq vuruğun olmamalıdır. Buna əsasən qalır 4a-nın kvadratı. Mötərizə xaricdən çıxardıqdan sonra ortaq vuruğu. Yəni 8a kvadrat x-i 2x-ə böləndə qalır 4a-nın kvadratı. Çünki vurub açanda həmən şey eləyəcək də. Digərində isə b kvadratı x-in kvadratı qalır. Çoxu burada yarımçıq. Təbii ki, bu səhvdir. Bunu da biz müxtəsər vurma düsturu kimi içəridəki mötərizə daxilindəki ifadəyə yanaşsaq, yəni 2x vuraq, içəridə 4a 2a-nın kvadratı, b kvadrat x kvadratı da bx-in kvadratı. Müxtəsər kimi açsaq indi olacaq 2x vurulsun, 2a çıxılsın bx, vuraq 2a üstə gələk bx. Bu da düzgün cavab olacaq Y variantı. Növbəti 7-ci suala baxaq. 7-ci sualda deyir ki, modulda x kiçikdir 10 şərtini ödəyən ən böyük və ən kiçik tam ədədlərin fərqini tapın. Modulda x 2 qat bərabərsiz kimi yanaşsaq, 10-dan kiçik -10-dan böyükdür. Burada ödəyən ən böyük kök 9. Ən kiçik kök isə -9 olacaq. İndi burada ən böyük birinci deyir də. Ona görə 9-dan -9-u çıxacam. Fərqini soruşur. Bu da eləyəcək 18. Yəni düzgün cavab D variantı olar. Növbəti 8-ci suala baxaq. 8-ci sualda x üstü 12 çıxaq 1 bölünsün 2 çıxaq 5 üstü 17 üstə gələk x üstü 6 plus 1 üstə gələk 5 çıxılsın x üstü 17. Təbii ki, uşaqlar, burada bir qayda deyəcəm. Bunu yadda saxlayın. Bax, x tutaq ki, 4 çıxaq 3-ün kubu vermişəm. 4 çıxaq 3-ün kubu 1 eləyir, 1-in kubu 1 eləyir. Bir də var ki, 3 çıxaq 4-ün kubu verək. Bu da eləyəcək kub olduğuna görə nə? -1. Bu 1 eləyir, amma bu birisi -1 eləyir. Deməli, alınan cavab bir-birinin əksi ilə alınacaq. İndi 4 çıxaq 3-ün kubu bərabər olacaq 3 çıxaq 4-ün kubunun əksinə. Yəni 3 çıxaq 4-də -1 almır, 4 çıxaq 3-də aldığı qiymətin əksinə alır. İndi burada da 2 çıxaq 5-dən, bax burada, buna diqqətlə fikir verin. 5 çıxaq x-in yeri dəyişir də. Deməli, bunlar bir-birinin nəyinə bərabərdir əksinə. Məsələn, bunun cavabı, məsələn deyirəm, 7 olanda bunun cavabı olacaq nə? -7. Deməli, elə bunlar bir-birini islah aparır da. Biri mənfisidir, elə ki, biri nəyi? Müsbət. Ona görə ki, bunu açılış verməyə ehtiyac yoxdur, birbaşa gedir. Bunları birbaşa aparandan sonra sürətə baxırıq. Sürətdə x üstü 6-nın kvadratı çıxaq 1-in kvadrat kimi yanaşıram.
Aşağıda da x üstü 6 plus 1 qalıb. Bunda yuxarının da müxtəsər vurma düsturu kimi x üstü 6 çıxılsın 1. Bir de x üstü 6 üstə gələk 1. Bölünsün aşağıda da x üstü 6 plus 1. Burada x üstü 6 plus 1 rəy gedir. Yerdə qalır x üstü 6 çıxılsın 1. Yəni düzgün cavab A variantı olacaq. Növbəti 9-cu suala baxaq. Deyir m-in hansı qiymətində A, m 8 nöqtəsi y bərabərdir kök altda x plus 17 funksiyasının qrafiki üzərindədir. Ümumiyyətlə bu funksiya şəklində versə də, verməsə də bu nöqtə cütü verilibsə, bu nöqtədə birinci yazılan x-in qiymətidir, ikinci yazılan y-in. Aparıb yerinə qoyub hesablayaraq da y-in yerinə 8 yazacağım. Bərabərdir x-in yerinə m yazıram, üstə gələk 17. Burada kvadrat kök 6 tənliyi alındı. Hər tərəfini də kvadrata yüksəldirəm. Burada m plus 17 bərabərdir 64-də. M də bərabərdir 64-dən çıxacaq 17-sin. Qalacaq 47-si. Yəni düzgün cavab 47 D variantı olacaq. Növbəti 10-cu suala baxaq. 10-cu sualda 4 üstü mənfi 1, üstə gələk 5 üstü mənfi 1, üstə gələk 11-də 20 üstü mənfi 1. Burada mənfi qüvvətə yüksəltmək yoxdur. 1 bölək tərsi ilə müsbət qüvvətinə yüksəldirik. 1 bölək 5 üstü 1. Üstə gələk 1 bölək 11-də 20 üstü 1. Yəni A üstü mənfin şəklində olanda 1 bölək onun müsbət qüvvəti ilə yazırıq. Bu da 4-də 1, üstə gələk 5-də 1. Aşağıda 1 bölək 11-də 20 eləyir. 1-ə böləndə tərsinə çevrilir. Elə 20-də 11 olacaq. Bunlar nə ki o 20-dir. Birincini 5-ə, ikincini 4-ə vurmaq kifayət eləyir. Burada olacaq 20-də 5, üstə gələk 4, üstə gələk 11. Bu da eləyir 20-də 20, cavab olur 1. Yəni düzgün cavab C variantı olacaq. Növbəti 11-ci suala baxıram. 11-ci sualda uşaqlar 8 bölünsün 2 kök altda 3 çıxaq 2. Deyir kəsirinin məxrəcini rasanlıqdan azad edin. Məxrəci rasanlıqdan azad etmək üçün qoşmasına vurub bölü sürəti. 2 kök altda 3 üstə gələ 2. Bu da 8 vurulsun. 2 kök altda 3 üstə gələ 2. Aşağıda da siz ətraflı başa düşəsiniz deyə mən bunu bir də hər tərəfli yazıram. 2 kök altda 3 üstə gələk 2-yə. Sürəti də vuruq, məxrəci də vuruq. Məxrəcin qoşmasına. Bu da sürətdəki ifadəni saxlayıram. 8 vuraq 2 kök altda 3 üstə gələk 2. Məxrəcsdəki indi müxtəsər vurma düsturu alınır. Yəni 2 kök altda 3-ün kvadratı çıxaq 2-nin kvadratı. Bu da 12 çıxaq 4 8 eləyir. Yəni məxrəc 8 olur. Burada 8-lər ixtisar gedir. 2 kök altda 3 üstə gələk 2 olur cavab. Yəni 11-də düzgün cavab B variantı olacaq. Bu qədər sadə. Növbəti 12-ci suala baxıram. 12-ci sualda deməli bu üçbucağı çəkək birinci ən gözəli. A, B, C üçbucağın verilib. B, bir də A bucaqların xarici bucaqları göstərilmək üçün uzantılar çəkilib. İndi burada AB deyir ki, AB AC-yə bərabərdir. AB AC-yə bərabərdir. Yəni bu bərabər yanlış bucaq yaranır. Burada elə ki BC oturacaq kimi qalır da. İndi AB ilə BC bərabər yanlıdır. İndi burada CBD bucağı, CBD bucağı 110 dərəcədir. MAB bucağını deyir ki tap. MAB bucağını deyir ki tap. İndi uşaqlar, bərabər yanlış bucaqda bax belə bir söz deyirəm. Bunun nətər oturacağına biçik bucaqları bərabərdir. Bərabər yanlı olanda. Təpə bucağı da beta. Bax burada bunların xarici bucaqları da uyğun olaraq alfa eşitdirik. Alfa eşitdirik olacaq. Təpə bucağı isə fərqli bir beta eşitdirik olar.
İndi burada da bu bərabər yanlı olduğu üçün indi fikir versək, bunun xarici bucağı, yəni daxili bucağın qonşusu burada 110 olacaq. Təpə bucağı da A-ya düşür. Burada bir x deyirəm. Xarici bucaqların cəmi də 360-dır. X üstə gələk 110, üstə gələk 110 bərabərdir 360-a. Buradan da x bərabərdir 360-dan çıxacaq 220-sin. X də bərabərdir qalacaq 140-ı. Yəni düzgün cavab A variantı. Və ya uşaqlar bunu belə də yazmaq olardı. Bura 110 deyil. Bunu daxili bucaq bura 70 qalır. Onda burada 70'dir. İki daxili bucağın cəmi üçüncünün nəyinə bərabərdir? Xarici bucağına. Belə də cavabın 140 olduğu görsənir. Növbəti 13-cü suala baxıram. 13-cü sualda 2A bərabərdir 6-ya. A plus B bərabərdir 10-a. Deyir, B çıxaq A fərqini tap. Adi sistem tənlikdir. Daha rahat. Elə birincidən A neçə çıxır? 3. Gətirib aşağıda qoyuram yerinə. 3 üstə gələk B bərabərdir 10-a. B də bərabərdir 7-yə. Bu da 7 çıxılsın 3. Cavab eləyir 4. Yəni düzgün cavab C variantı olacaq. Növbəti 14-cü suala baxıram. 14-cü sualda mərkəzi O olan çevrədə. İndi çevrəmizi çəkək. Mərkəzi O olan çevrədə BCA 40 dərəcə olduğuna görə DBA bucağının dərəcə ölçüsünü tapın. Bu şəkili alındıraq. İndi burada verilmiş bucaqları qeyd edək. Bura ikiz C 40 dərəcə. Mərkəzi O olan çevrədə BCA 40 dərəcədir. DBA-nı, yəni X-i soruşur. Nəyə fikir verir uşaqlar? Bax, burada eyni qövsə söykənən daxili bucaqlar bərabərdir. Burada bax, bu qövs kimi AB qövsünü götürürəm. Bura 40 dərəcə olduğuna görə bura 80 dərəcə olur. Bura 80 dərəcədirsə, avtomatik burada 40 dərəcə olur. Çünki elə ki C bucağı ilə D bucağı eyni qövsə söykənən daxili bucaq sayılır da. İkisi də 40 olur. İkisi də 40-dır. Və burada 3 bucaq, bax 3 bucaq. B, A, D düz bucaqlı 3 bucaq olur. Nə cür 3 bucaq olur? Düz bucaqlı. Niyə? Bəs bu niyə? Bunu hardan çıxartdıq? D-nin 40 dərəcə olduğunu dedik. Çünki bax burada diametrə 3 bucaq bax məsələn AD bu 3 bucağı rəhləsəm, rəngi dəyişim. Bax bu 3 bucağı rəhləsək, bax bu 3 bucağın bu BD tərəfi diametrindən üst-üstə düşür. Bu da düz bucaqlı 3 bucaq da mümkündür. Düz bucaqlı 3 bucağın xaricə çəkilmiş çevrənin diametri ilə hipotenuzdan eynidir. Ona görə də deməli bu A bucağı bax bura 90 dərəcə olur. A bucağı neçə dərəcə olacaq? 90 dərəcə. Biz də bilirik ki, iti bucaqların cəmi düz bucaqlı 3 bucaq olduğunu bildikdə, iti bucaqların cəmi neçədir? 90. X plus 40 bərabərdir 90-a. X də bərabərdir 50-yə. Çünki bucağın biri 90-dır. Yerdə qalan ikisində cəmi 90 olmalıdır ki, ümumisi 180 eləsin də. X-in də 50 olduğunu tapdıq. Yəni düzgün cavab B variantı. Növbəti 15-ci suala baxıram. 15-ci sualda A -3, -6 və B -1, 12 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapın. Bax, qəşəng sualdır. Nöqtələrindən keçən düz xəttin bucaq əmsalını deyir tap. 2 nöqtədən keçən düz xəttin bax x minus x1, x2 minus x1 bərabərdir y minus y1. Y2 çıxar, Y1 şəklində bunun bir düsturu var. Bu düstura əsasən, yəni 2 nöqtədən keçən düz xəttin tənliyinin yazılması. İndi bucaq əmsalını soruşursa, bunu funksiya halından danışır. İndi buna əsasən, bax, x1 kimi bunu, y1 kimi bunu, x2 kimi -1'i, y2 kimi də 12'ni qeyd eləsəm,
Və burada x çıxaq. Mənfi 3 çıxanda nə cür 3 olacaq? Müsbət 3 olacaq da. Neynək? Qoy ətraflı yazaq. Mənfi 1-dən də çıxarsan yenə də mənfi 3-ü bərabərdir. Y çıxılsın mənfi 6. Burada da 12 çıxılsın yenə də mənfi 6. Burada x üstə gələk 3 bölünsün 2 alınacaq. Bərabərdir. Y üstə gələk 6 bölünsün 18. İndi burada 2y üstə gələk 12 bərabərdir 18x plus 54. 2y bərabərdir. İndi bu tənliyi funksiyonuna gətirməliyik ki, bucaq əmsalından danışa bilək. Yəni bucaq əmsalından danışmağa görə biz bunu funksiyonuna gətirməliyik. Yəni y bərabərdir kx üstə gələk b-ni almalıyam. Buradan 18x, 54-dən də 12-sini çıxacam. Qalacaq neçəsi? 42-si. Hər tərəfi də 2-yə bölürəm. Y bərabərdir 9x üstə gələk 21. Deməli burada bucaq əmsalı k 9 olar. Yəni düzgün cavab A variantı. Və yaxud da bunu başqa cür də yazmaq olar. İkinci yolda yazdıram. Y bərabərdir kx üstə gələk b. Burada nöqtədən keçən düz xətdən bucaq əmsalını soruşmur. Deməli bunun funksiyası xətti funksiyadır da budur. İndi demir mənfi 3 6 nöqtəsindən keçir. Bax biri mənfi 3 mənfi 6. Biri də mənfi 1 12. Bunun hər ikisini nəzərə alıram. Yəni mənfi 6 bir dəfə bərabərdir mənfi 3k üstə gələk b-yə. Bir də 12 bərabərdir elə mənfi k üstə gələk b-yə. Buradan bunları tərəf-tərəfə çıxsam b-lər gedər. Aşağıdan özdə nəyə çıxaq yuxarını? Bax 12 çıxaq mənfi 6. Mənfi k çıxılsın mənfi 3k. Bu da 18 bərabərdir 2k-ya. K da bərabərdir 9. Belə də yaza bilərdim. İstədim iki yolun ikisini də deyim. Növbəti 16-cı suala baxaq. Bərabər tərəfli üçbucağın orta xətti 5 sm olarsa onun perimetrini tapın. Bərabər tərəfli üçbucağın hər hansı bir tərəfinə paralel olan orta xətti çəkirəm. Orta xətt 5-dirsə, orta xətt oturacağın, yəni digər paralel olduğu tərəfin yarısına bərabərdir. 5 sonda bura 10 çıxır. Deməli digər tərəflərdə 10-dur. Onda perimetr 3 vuraq 10 eləyəcək 30. Perimetr oldu 30. Növbəti 17-ci suala baxıram. 17-ci sualda 9 kök altda 2 ədədinin tam hissəsini tapın. Bax bu ədədin tam hissəsini deyir ki, tap. Ədədin tam hissəsini tapmaqdan ötürü ilk öncə kök xaricindəki ədədi kök daxilinə salmalıyam ki, dəqiq hesablayaq. Səhvlik etməmək üçün qayda budur. 9-u kvadrata yüksəldir salacağıq kökün içərisinə. Çünki neçənci dərəcədən də burada yazılmırsa, burada yazılmışsa neçə durub? 2 durub da dərəcə olaraq. Yəni bu bir mənalı şəkildə bilinməlidir. İndi bu da kök altda 81 vurulsun 2 bərabərdir kök altda 162. Nəyin kvadratı yaxındır 162-yə? 12-nin. 13-ün 169 edir, keçir o. İndi deməli tam hissəsi neçə olar? 12. Düzgün cavab 12. 18-ci suala baxırıq. 18-ci sualda çalışacağım ki 18-ci sualı bir qədər ekranını böyüdüb üzərində işləyəcəm. Vaxt getməsin. Bax 18-ci sualda çoxluqları veribdir. M, N, K. Məndən M çıxaq, N, sonra K-nın kəsişməsini soruşur. Bax uşaqlar, birinci M çıxaq, N-i tapmalıyam. Buradan da M çıxaq, N-i tapmaq üçün M ilə N-in ortaq olanların üstündən xətt çəkirəm ən rahata. Bax, ortaq olan 5-dir. 5 hər ikisində var. Sonra 7 yoxdur, 8 yoxdur. 47 ortaqdır. 23 ortaqdır. Başqa bir ortaq görmürəm. Deməli burada M çıxaq N çoxluğu qalır 1, 3,
7, 8. M-dən eni çıxanda yalnız M-ə aid olanlar qalacaq da. Ortaq olanlar gedir, təkcə M-ə aid olanlar qalır. 1, 3, 7, 8, 29. İndi biz bax bunu K elementinin çoxluqlarından kəsişdirəcəyik. Yəni hər ikisinə daxil olan. Onda bax buna əsasən cavab olacaq. Bax bunların hər ikisinə aid olan nədir? Olur bax 1, 3, hər ikisində var. 7, sonra başqa belə 1, 3, 7. Başqa ortaq elementləri olmayacaq. Yəni bunların cavabı eləyir o da neçə dənə? 3 dənə. Vəssalam. Bu qədər rahat. Yəni 18-də düzgün cavab olacaq 3. Növbəti indi keçək 19-cu suala. On dokuzuncu sualda deyir M bölək 9 bərabərdir 7. Qalıqdakı burada N verib bərabərliyindən M-in hasilinin ən böyük qiymətini deyir ki, tap. İndi qalıqdakı N verib. N hasilinin də ən böyük qiymətini soruşur. Və burada M-i 9'a böləndə 7'si düşür. Qalıqda da N qalır. Biz bilirik ki, qalıq bölmə düsturuna əsasən M nəyə bərabərdir? Bölən vurulsun natamam qismət. Yəni 9 vuraq 7 üstünə nəyə gələcək qalığı? İndi burada N nə qədər böyük olsa M də bir o qədər böyük olar. Amma biz də bilirik ki, qalıq həmişə böləndən nədir? Kiçikdir. Yəni N 9'dan kiçik olmalıdır. Ona görə N'in yerinə biz maksimum neçə yaza bilərik? 8. Ona görə də burada M bərabərdir 9 vuraq 7 üstə gələk 8. O da 63 üstə gələk 8. Bu da eləyəcək 71. Yəni düzgün cavab olacaq 71. Bu qədər sadə. Növbəti 20-ci suala baxıram. Düz bucaqlı paralelipipeddə SABCD 12 AM NB 12 AMLD 20 olarsa onun tam səthinin sahəsini tapın. Uşaqlar, bax burada. İndi bu düz bucaqlı paralelipipedi çəkəcəm. Heç hərfləri qeyd eləməyəcəm. Nə demək istəyir, indi onu başa salacağım. Özünüz də başa düşəsiniz rahat şəkildə. Bax. Burada üzün birinin sahəsi budur. Bax biri, digəri bunun aşağısıdır. Oturacağım sahəsini verib. Sonra bir dənə də digər yan səthinin sahəsini verib. Bu rəngi dəyişək. Yəni buranı. İndi biz də bilirik ki, hər üzdən neçə dənədir? 2 dənə. Ümumilikdə 600'ü var. Ümumilikdə 600'ü var. Bu 600'ün də cüt hər ikisi 2-2 qruplaşırlar. İndi hərəsindən birinin sahəsini verir, tam səthinin sahəsini soruşur. İndi buna da əsasən mən S bərabərdir tam səthinin sahəsi. 15, 12, 20'ni toplayıb vuracam bir də 2'yə. Bu da eləyəcək 47 vur 2. O deyir 94. Yəni düzgün cavab olacaq 94. Növbəti burada 21-ci suala baxıram. 21-ci sualda tərəfi 6 olan kvadratın sahəsi tərəfi 30 olan kvadratın sahəsindən neçə dəfə böyükdür? Kvadratın sahəsi A kvadratı ilə tapılır. Buna əsasən birincinin sahəsi olacaq 6'nın kvadratı eləyir 36. İkincinin də sahəsi olacaq 30'un kvadratı. Bu da eləyəcək 9. İndi deyir ki, kvadratın sahəsindən neçə dəfə kiçikdir? 9'ü də böləcək 36'ya.
O da 25 olacaq. Yəni düzgün cavab olur 25. Növbəti 22-ci suala baxaq. 22-ci sualda deyir ki 28 şagirddən 18-i riyaziyyat, 13'ü ana dilin məşğələsinə, 7'si isə hər iki məşğəliyə gedir. Təsadüfi seçilmiş bir şagirdin heç bir məşğəliyə getməməsi hadisəsinin ehtimalını tapın. Bax, uşaqlar, bir sinif çoxluğu var. Bu sinif çoxluğu ümumilikdə 28'dir. Yəni bura sinif S yazıram. NS, yəni sinif çoxluğu 28 nəfərdir. Deyir ki 18'i riyaziyyatlarla, yəni bunun içərisində də qruplaşmaları var. Bir riyaziyyat dərnəyi, bir də ki ana dili dərnəyi. İndi burada 18'i riyaziyyat dərnəyinə gedir. Riyaziyyatın altına yazıram 18. 13'ü ana dili dərnəyinə gedir. 7'si isə hər iki məşğəliyə gedir. Yəni 7 dənəsi ortaqdır. İndi burada məntiqi işə salmalıyam ki 7'si ortaqdırsa, bir dəfə 18'dən çıxıram 7'sin, qalacaq 11'i. Yalnız riyaziyyata gedən 11 nəfərdir. Sonra 13'dən bir dəfə də 7'sini çıxacağım. Yalnız 6 nəfər də ana dilinə gedəcək. İndi bu 7 nəfər də hər ikisinə gedir də. Bu 7 nəfər həm 18'in içərisində var, həm 13'ün. 18 ilə 13'ü toplasaq, bu 7 nəfəri 2 dəfə demiş olarıq. Ona görə də burada ən gözəl riyaziyyata da, ana dilinə də yalnız gedənləri tapdım. 11, ana dilinə gedənlər də 6. İndi burada ikisinin birləşməsi, həm 11'i, həm 7'ni, həm də 6'nı götürəcəm. 11 üstə gələk 7, üstə gələk 6. Bu da eləyəcək 24. Deməli, burada 24 nəfəri riyaziyyatla ana dil dərnəyinə gedir. Yerdə neçə nəfər qalır heç birinə getməyən? 28'dən çıxıram 24'ün, qalır 4'ü. Deməli, burada 4 nəfər də heç birinə getmir. İndi deyir ki, təsadüfi seçilmiş bir nəfərin heç bir məşğəliyə getməməsi ehtimalı. Yəni, əlverişli hal 4'dür, heç birinə getməyən. Ümumi də sinifdə 28 nəfər var da, 4'ü böləcəm 28'ə. Bu da eləyəcək 7'də 1. Yəni bunun ehtimalı oldu 7'də 1. Növbəti 23-cü suala baxaq. 23-cü sualda deyir rombun diagonalları cəmi D1 üstəgələk D2 bərabərdir 28. Tərəfi 10 olarsa onun sahəsini tapın. Şöyle diagonal deyirsə biz rombun diagonallara görə sahəsini yadımıza salmalıyıq. S bərabərdir D1 vuraq D2 bölək 2. Bax, bu hasili mən hardan ala bilərəm? Və ondan əlavədə ki, tərəfi də verib 10. Tərəfə çəkəndirilik yox, oradan da çıxarda bilmirəm sahəni. Diagonalla tərəf arasındakı düsturu yadıma salmalıyam ki, D1'in kvadratı üstə gələk D2'nin kvadratı bərabərdir 4A'nın kvadratına. Bu cəmin kvadratı deyil, kvadratların cəmidir. Burada D1 üstə gələk, bax bunu. D1 üstə gələk, gözüm rəngi dəyişim. D1 üstə gələk, D2'nin kvadratı yazaram. Amma misal dəyişməsin deyin, hasilin ikimizin çıxarıq. Bərabərdir 4A'nın kvadratına. Belki cəmi yerinə yaza bilim də, yoxsa tapa bilmərəm baxa nəsə. İndi cəmin yerinə gətirib yazacağım 28. Olacaq 28'in kvadratı. Çıxaq 2D1 D2. Bərabərdir 4 vuraq onun kvadratına. Buradan 2D1 D2 bərabərdir 28'in kvadratı 784. Ondan da 400'ü çıxıram. 2D1 D2 qalacaq 384. İndi 384'ü də böləcəyik 2'yə. O da D1 D2 qalır 192. D1 D2'nin də alandan sonra da nə var ki, sahədə D1 D2 bölünsün 2 deyildi. İndi 192'ni də böləcəyik 2'yə. O da eləyəcək deməli 96. Yəni düzgün cavab olacaq 96. Bu qədər rahat. Növbəti
24-cü suala baxaq. 24-cü sualda x çıxaq kök altda 3 bərabərdir 2-yə. Y çıxaq kök altda 48 bərabərdir 8-ə. Buradan y bölünsün, x-i deyir, tap. Şolar x-i də tapsam, y-i də tapsam gətirib qoymalıyam yerinə. Bu soruşduğuna əsasən buradan x bərabərdir 2, üstə gələk kök altda 3. Y də bərabərdir 8 üstə gələk kök altda 48. Gətirib yazıram yerinə. Y-in yerinə 8 üstə gələk kök altda 48 yazıram. X-in də yerinə 2 üstə gələk kök altda 3 yazıram. Sadəcə olaraq burada 48-i 16 vur 3 kimi yanaşsam, bu 8 üstə gələk 16-dan 4 çıxacaq. 4 kök altda 3 qalacaq. Aşağıda da 2 üstə gələk kök altda 3. Buradan da 4 atıram çölə. Qalır 2 üstə gələk kök altda 3. Aşağıda da 2 üstə gələk kök altda 3. Görəm yeniş yalında bunlar gedir. Cavab olur 4. Çoxu dəyişik irrasionallıqdan azad edilir. O vaxt ikisidir. O vaxt məsələn sən nəsə dəyişiklik eləyə bilmirsənsə, onda çalışırsan ki, azad eləyəsən. Görürəm elə burada 16 vuraq 3 kimi yazandan sonra 4 çıxır. 4 də çölə atandan sonra sürətlə məxrəcdə ortaq vuruq yaranır. İxtisar aparıram, cavab 4 qalır da. Növbəti 25-ci sonuncu suala baxıram. Deyir ki, x1 və x2 ədədləri x kvadratı çıx 5x üstə gələk 9 bərabərdir 2 tənliyinin kökləri olarsa, x1-in kubu üstə gələk x2-nin kubun tap. İfadəsinin qiymətini tapın. Bax, burada x-in kvadratı çıx 5x, 9-dan 2-sini çıxıram, qalır 7-si. Kvadrat tənliyi həll etmək üçün bir tərəf mütləq şəkildə 0 olmalıdır. Bərabərdir 0-a. X-in kvadratı çıxaq 5x üstə gələk 7 bərabərdir 0 tənliyini aldıq. Əla. İndi viyetə əsasən x1 var. Çünki diskriminantla tapmaqdansa viyetlə tapmağa çalışaram. Çünki baş əmsal 1-dir də. Köyləri hasili 7-dir. x1 plus x2-də ikinci əmsal nəyəsi 5-dir. İndi elə natural ədəd deyə bilərik ki, yəni tam ədəd deyə bilərik ki, natural da deyirəm, səhv deyirəm o sözdə əslində. Elə bir tam ədəd deyək ki, hasili 7 eləsən, cəmdə 5. Demək olmur. Bəs onda mən x1, x2 necə tapım? Deməli, x1, x2-ni tapmaqdansa, soruşduğu ifadədə, yəni x1-in kubu üstə gələk x2-nin kubunda açılış verib əvəz etmə eləyərik. A kubu üstə gələk B kubu düsturuna əsasən bunu x1 plus x2 vurulsun x1-in kvadratı çıxılsın x1, x2 üstə gələk x2-nin kvadrat kimi müxtəsər vurulma düsturuna əsasən açılış veririk. İndi burada cəmi əvəzləyirəm, hasilə əvəzləyirəm. Bəs bu kvadratlar necə olacaq? Orada problem yaranır. Ona görə də onu da əvəzləyəcəm. x1 plus x2 olduğu kimi qalsın. Vur. Mötərizə daxilindəki ifadədə x1 x1-in kvadratı üstə gələ x2-nin kvadratının yerinə x1 plus x2-nin mötərizə kvadratı yazıram. Və bunun açılışında açılış verəndə x1-in kvadratı olur. Bax, var. Sonra x2-nin kvadratı yaranır. Bəs hasilin iki misli var, müsbəti ilə yox. Onun yerinə nə var? Hasilin elə bir ki mənfisi var da. Misal dəyişməsin deyə burada 3x1, x2 çıxacam. Çünki açanda 2x1, x2 olur. Hasilin iki misli. Çıxanda 3 qatını çıxıram ki, ortada mənfi x1, x2 qalsın. Bunu bu şəkildə əvəz elədim. İndi əvəz etmələri, yəni hasili cəmi yerinə nəzər alıram. 5 vuraq 5-in kvadratı, çıxaq 3 vuraq 7. Bu da 5 vurulsun. 25 çıxılsın 21. Qalır o da 5 vuraq 4. 5 vuraq 4. O da eləyir 20. Yəni düzgün cavab 20. Hər bir şagirdə uğurlar arzulayıram. Şərhlərinizi gözləyirəm. Bu həm 9-cu sinif üçün nəzərdə tutulsa da 11-ci siniflər üçün də faydalıdır. Hər bir şagird üçün, buraxılış verən hər bir şagird üçün çox səmərəlidir. Kanala abunə olmağı unutmayın. WhatsApp qrupumuzda, sınaqlar qrupumuzda var. Oradan da qeyd olunmuş nömrə ilə əlaqə yaradıb qrupa da qoşula bilərsiniz. Sağ olun. Sınaqların davamında gələcək inşallah.